Esselamu Aleyküm ve Rahmetullah. 2025-ci il Ramazan ayı tamamladıq. Hamımızın bayramı mübarək olsun. Deməli, bugünkü mövzumuzun adı Ramazanda, yəni oruclu ola siqaret çəkmək olar, yoxsa yox? Bəli. Ramazan ayının orucunda siqaret çəkmək olar, yoxsa yox? Mən eşidəndən sonra hamı deyəcək yox. Amma Şiə inancına görə Ramazan orucunun, yəni Ramazanda olarkən, oruclu olarkən siqaret çəkə bilərsən. Bəli. Siqaret çəkə bilərsən. Mənəm valla. Bu bizim dinimizdir. Bu bizim öz dinimizi müdafiə etməliyik. Tamam. Çox Şiələr razılaşmayacaq. Bəli, elə bax, mən bunu istəyirəm. İstəyirəm ki, siz Allahın kitabı ilə gedəsiniz. Mən istəyirəm ki, Rasulullahın sünnəti ilə gedəsiniz və batilə uymayasınız. Bu filmlərə baxın. Bu filmlərə baxın və altından bu filmin yazılar nə lazımdırsa yazarsınız. Doğru nədirsə onu yazarsınız. Esselamu Aleyküm və Rəhmətullah. Bütün Müslümanların bayramını təbrik edirəm. Sigaretin, qəlyanın tüstüsü orucu batil etmir, amma çox olarsa batıl olmağa səbəb ola bilər. Belə məkanlardan çalışın, uzaqlaşın. سيد الشهيد الصدر الثاني فألخص المسألة عيني ألخص السيد الشهيد الصدر يجوز التدخين في نهار شهر رمضان ولا يعتبره من المفطرات. كثير من الشباب والرجال يدخنون. هل التدخين جائز في نهار شهر رمضان أم غير جائز؟ نقول الجواب هنا على رأي الشهيد الصدر على الله مقام لا إشكال في التدخين في نهار شهر رمضان. هذه من الناحية الفقهية. الحمد لله رب العالمين. أبو على خير إن شاء الله. شو كان فاضي شنو؟ لا ليش فاطر؟ الحمد لله رمضان وصايمين. شو تدخن؟ لا مو انا المرجع مالتي يسمح لي بالجقال. ما عندك علم هالشيء هذا؟ لا والله ما أدري. لا الجماعة يعرفون بأنه انا مرجعي يسمح لي بالتدخين. شنو الشيخ والله؟ هاي أبو ظاهر يعني عندنا مجموعة من العلماء تقول بأنه الجقارة مو مفطرة بنهار شهر رمضان. مرقص الشيخ محمد الشيخ العزيز. هواي عندنا من العلماء المعروفين الذين يعتبرون الدخان الجقارة شنو؟ غبار لطيف مو مفطر. Sigaretin, qəlyanın tüstüsü orucu batil etmir, amma çox olarsa batıl olmağa səbəb ola bilər. Belə məkanlardan çalışın, uzaqlaşın.